Bəzi qardaşlar dedilər ki, bu kitabdan oxuyanda yuxumuz gəlir. Biraz muizə kimi elə. Mən də qəbul elədim. Getdim. Elə buradan çıxmışdım. Bir nəfər zəng elədi bu zorladan mənə. Dedi ki, qutardı ya davamı olacaq. Dedim, olacaq. Dedi, bütün imamlar olacaq. Dedi, hə. Dedim, hə. Dedi, bax, başqa muizədə keçirməyin, ha, gözləyir ya. Dedim, yaxşı. Fikirləşdim ki, elə burada, məsələn, Kərbəlanın yuxusu gəlsə, yatsın evi yoxdur. Amma YouTube-da baxanlar qoy, baxa bilsinlər də o davamına. Onun yerdə kitabdan deyəcəm. Necə bəs qalın? Nasıl keçirməmişdir? Heç kəsin acığını eləmirəm, yəni. Hakkə verirsən. Salavat İmam Zaman alan zor oluyor. Allahümme salli ala Muhammed ve ali Muhammed ve acil feracak. Qīlə lil-Həsən ibn Ali aleyhisselam. Ali oğlu Həsənə dedilər. Fikə əzəmətun. Biz səndə əzəmət görürük. Böyülü görürük. Biz səndə əzəmət görürük. Qalə lə fəl-izzətun. İmam buyurdu ki, xeyr. Bu izzətdir, əzəmət deyil. Qalə Allahu Teala. Necə ki Allah Teala buyurub. Fəlillahil-izzətu. İzzət yalnız Allaha məxsusdur. Və li-rəsulihi. Və onun rəsuluna məxsusdur. Və lil-müminin. Və möminlərə məxsusdur. Rəbi'ül Əbrar 3-cü cild 177-ci səhifə. İmam Həsən-i Muctəba aleyhissalatu vesselam Ramazan ayının 15-də dünyaya gəlib. Amma hicrətin 3-cü ilindəki Ramazan ayının 15-də. Bəzi tarixdəki kitablara, tarix kitablarına, nəqillərinə əsasən hicrətin 2-ci ilində dünyaya gəlib. Amma bu, sonraki hadisələri müqayisə eləyəndə düz çıxmır. 3-cü il düz çıxır. İmamın dünyaya gəldiyi ay barəsində, yəni Ramazan ay barəsində və dünyaya gəldiyi gün barəsində, yəni Ramazan ayının 15-i barəsində tarixçilər arasında heç bir fikir ayrılığı yoxdur. Hamısı təsdiqləyib. İmamın şəhadəti bəzi nəqillərə əsasən Səfər ayında günü yazılmayıb. Mərhum Kuleyninin və Nobəxtinin nəqlinə əsasən isə Səfər ayının axırlarında baş verib. Şeyx Tusi rəhmətli yazır ki, İmam Həsən aleyhissalam Səfər ayının 28-də şəhid olub. Yəqubi yazır ki, 49-cu hicri ilinin Rəbiül Əvvəl ayında şəhid olub. Buna əsasən də imamın yaşı olur şəhid olanda 47 yaş. İmam Aleyhisselamın şəhadəti 49-cu ildə olub ya yox, biraz fikir ayrılığı var. Bəzi tarixlər başqa sözdə deyiblər. Amma əksəriyyət eyni sözü deyir ki, 49-cu ildə olub. Bəziləri 50, bəziləri 51-ci il yazırlar. İmam Hüseyin Aleyhisselamın fəzilətləri barəsində əvvəlcə bunu demək kifayətdir ki, İmam Hüseyin Aleyhisselam barəsində deyilən bütün fəzilətlər İmam Həsən Aleyhisselam barəsində Peyğəmbərin dilindən deyilib. Çünki Peyğəmbər sallallahu hədis deyəndə adətən belə buyururdu. İnnəl Həsən vəl Hüseyn səyyida şəbab əhli cənnəmizdən. Həsən və Hüseyin cənnət cavanlarının ağasıdır. Və ya buyurur ki, bunlar mənim dünyadan 2 reyhanımdır, gülümdür. Və ya buyurur ki, Həsən və Hüseyin imamdırlar. İstər qiyam eləsinlər, istər qiyam eləməsinlər. Hər iki halda imamdırlar.
Yəni, hər iki halda rəhbərdilər və hər iki halda onlara tabi olmalısınız. Daha deməyin ki, İmam Hüseyin Əsələm qiyam elədi, yaxşıdır, düşək bunu dalayacaq. İmam Hüseyin Əsələm sülh elədi, yox, bundan imam çıxmaz. Yox. Qiyam eləsələr imamdılar, məsləhət budur. Qiyam eləməsələr də imamdılar, məsləhət budur. Bu fəzilətləri həm şiə alimləri nəql ediblər öz kitablarında, həm də sünni alimləri. Lakin təəssüflə demək lazımdır ki, imamın həyatındakı hadisələrə baxanda görürsən ki, imamın həyatındakı hadisələr tarixdə yazılıb. Nə oldu, nə olmadı, haçan dünyaya gəldi, haçan şəhid oldu, müharibələrdə nə oldu, sülh necə oldu. Amma təxminən çox az araşdırılıb ki, nə, niyə oldu? Bu çox az araşdırılıb. Son zamanlar alimlər başlayıblar araşdırmağa ki, hadisələr nədən ibarət idi, təhlili nə idi, imam niyə bunu belə elədi, onu belə eləmədi. İmam elə əziz idi Peyğəmbərimizə ki, Peyğəmbər sallallahu həm ona, həm qardaşı İmam Hüseyin əleyhissalama açıq-aşkar öz məhəbbətini göstərirdi. Bəzən minbərdə söhbət elədiyi vaxt saxlayırdı söhbəti, düşürdü minbərdən, öpürdü bu iki balanı, qayıdırdı minbərə, davam edirdi. Yəni, bir var düşsəydi, getsəydi, adam deyər ki, elə gedirmiş, elə düşüb balalarını da, nəvələrini də öpüb. Yox, söhbəti kəsirdi. Düşürdü minbərdən, bu iki uşağı bağrına basıb öpürdü, qayıdırdı yeni minbərdə söhbət davam edirdi. Hamı görürdü. Sonralar xəlifə olanlar, sonralar imama qarşı döyüşənlər də görürdülər ki, Peyğəmbər İmam Həsən və İmam Hüseyni o qədər çox istəyir ki, hətta Allahın dinini təbliğ elədiyi vaxt yarıda saxlayır, düşür, bu iki balanı öpür, sonra qayıdır Allahın dinini təbliğ eləməyə. Yəni, bu iki şəxsə hörmət dinin bütün sahələrindən daha üstündür. Peyğəmbər sallallahu İmam Həsən əleyhissalam barəsində təriflər nəql edirdi. Buyururdu ki, o belədir, belədir, belədir. Sonra buyururdu ki, gedin bunu yayın başqalarına. İbn Sədin Təbəqat kitabında, Tərcümətul İmam Həsən əleyhissalam kitabında deyilir ki, 134-cü səhifədə Rəaytu Rəsulullah sallallahu aleyhi və səlləm Peyğəmbər sallallahu aleyhi gördüm Vadi'an lil-Həsəni habvətəhu və huvə yəqul İmam Həsən əleyhissalamı uzaqlayırdı, öpürdü və deyirdi Mən əhəbbəni fəl-yuhibbəh Kim məni sevirsə, hökmən bu balanı sevməlidir. Vəl-yubəlliğə şahidu minkum əl-qaibə Kim bunu eşitsə, eşitməyənlərə çatdırsın mənim bu hərəkətimi. Yəni, təbliği genişləndirirdi. Buyururdu ki, mən Həsəni sevirəm. Mən Həsəni sevəni də sevirəm. Aleyhisselam. İmam Hüseyin əleyhissalamın mübahilə vaxtı iştirakı elə o ağanın böyük fəzilətinə dəlalət edirdi. İmam Hüseyin əleyhissalamın ali əbada iştirak eləməsi o əbanın altında, onun Peyğəmbər tərəfindən necə möhtərəm sayılmasına, əhəmiyyət verilməsinə dəlalət edir. İmam Həsən əleyhissalam səhabədir və beyət-i rizvanda iştirak edib. Yəni, o beyət ki, bunu da mənbə Əl-Həyat-ı Siyasiyyə İmam Həsən əleyhissalatu vəssalam 24-44-cü səhifələr. Yəni, bəzi qardaşlar deyirlər, məsələn, filan səhabə haqqında pis danışma, beyət-i rizvanda iştirak edib. Allah buyurur ki, mən bu beyətdə olanların hamısına razıyam. İmam Həsən əleyhissalam da beyətdə iştirak edib. Sən qoymuşsan səhabəyə dilimi tərpədim. Muaviyyə İmam Həsəni öldürürdü. Bəs niyə bir söz demirsən ona? Axı İmam Həsən də beyət-i rizvanda iştirak edib. Bir rəvayətdə Allahın Rəsulundan belə nəql olunur. Ləv kanəl əqlu rəculən ləkanəl Həsən əleyhissalam. Əgər ağıl bir kişi formasına düşsəydi, İmam Həsən formasına düşərdi. Ağıl olsaydı bir kişi formasında, olardı İmam Həsən.
Yəni, bütün ağıl İmam Həsən Əsəlamda cəmlənib. İmam Həsən Əsəlamın Kufədəki hörməti nüfuzu barəsində keçən bəhslərdə dedik ki, Əli Əsəlam qoşun yığanda Nüxeyləyə İmam Həsən Əsəlamın çıxışlarının nəticəsində Kufə qalxdı ayağa, Əli Əsəlamın kömək elədi. Bu göstərir ki, İmam Həsənin sözü Kufədə keçirdi. Belə nüfuz hörmət sahibi idi. Müsəlmanlar o Peyğəmbərin hədislərinə əsasən, Quran ayələrinə, xüsusən mübahilə ayəsinə əsasən hamılıqla İmam Həsən və İmam Hüseyin əleyhissalamı Peyğəmbərin oğlanları kimi qəbul edirdilər. Çünki mübahilə ayəsində Allah Teala buyurur ki, Əbna'əna və əbna'əkum. Mən öz oğlanlarımı gətirim, siz öz oğlanlarınızı gətirin. Yəni, Peyğəmbərin oğlanları sayılır. Bəni Üməyyə və Bəni Abbas xəlifələri var qüvvələrin sərf edirlər ki, bu fikri aradan qaldırsınlar. Amma mümkün olmurdu. Hələ ki, hələdir. Bütün şiələr, sünnilər və havlar hamısı etiraf edirlər ki, İmam Həsən və İmam Hüseyin Peyğəmbərin oğlanları sayılır. O qədər yaxındır Peyğəmbərə. Lakin, maraqlı burasıdır ki, Əl-Həyat-ı Siyasiyyə lil-İmam Həsən əleyhissalam kitabında 27-ci səhifədə və Kəşf-ül Ümmə kitabında 1-ci cild 550-ci səhifədə bir rəvayət var, bir hədis var. Rəvayət yəni hədis. Din terminində rəvayət yəni hədis, nağıl yox. O rəvayətdə deyilir ki, Muaviyyə mümkün qədər Allah'ın əyətində çalışırdı ki, İmam Həsən və İmam Hüseyin Peyğəmbərin oğlu kimi yox, Əli əleyhissalamın oğlu adı ilə tanınsın. Çünki axı Peyğəmbərin oğlu İmam Həsənin adı ilə tanınsaydı, o zaman Muaviyyənin işi xarabı idi axı. Adama deyərdə sən Peyğəmbərin balası ilə dav edirsən. Ona görə dedi, Əlinin oğludur. Boş söhbətdir Quranda falan da yazılıb ki, bu Peyğəmbərin balasıdır. Yox, elə Əlinin balasıdır. İmam Həsən əleyhissalamın bu qədər möhtərəm və hörmətli olması bais oldu ki, Əli əleyhissalamdan sonra ki, İmam Həsən əleyhissalamı xəlifə seçdilər, hamı beyət elədi İmam Həsən əleyhissalamı. Da etiraz edən olmadı ki, sən yəni, söz desinlər, beyət eləməsinlər, yox. Əksəriyyət beyət elədi. Əlbəttə, Muaviyyənin adamları hər tərəfdən çalışırdılar, bu beyəti ləkələsinlər. Xəbərlər yayırdılar, hədislər düzəldirdilər, indi də həmin hədislər gəlib çatıb onların kitablarında, Əhl-i kitablarında ki, İmam Həsən əleyhissalamı çalışırdılar siyasətsiz, tədbirsiz, dünya tələb kimi göstərsinlər. Və bu az imiş kimi çalışırdılar ki, İmam Həsən əleyhissalamı şəxsiyyətsiz əstəğfirullah bir adam kimi göstərsinlər. Məsələn, Muaviyyə hədis nəql edirdi ki, Həsən çox arvad boşuyandır. Evlənir, boşuyur, evlənir, boşuyur, evlənir, boşuyur. Cəmaatın gözündən salmaq üçün. Deyirdi Muaviyyə ki, İmam Həsən bu günə qədər 50 dənə arvad evdə alıb boşuyub. Və çox təəssüf, bizim bəzi adını ziyalı qoyan tarixçilərimiz götürürlər, kitab yazırlar. Ölüb yerə girmirlər, həyasız. İmam Həsən əleyhissalam barəsində Əhl-i Beyt əleyhissalamın əsaslı, güclü, qüvvətli və ağıllı hədislərini yox, belə hədisləri yazırlar. Peyğəmbərin nəvəsi Həsən böyük şəxsiyyət idi, amma çox arvad alırdı, çox boşuyurdu. Belədir də insanlar. Allah eləməsin, biri haqqında bir söz deyilsin. Və bu söz biraz ləzzətli söz olsun və salam. Hamı ağza verib deyəcək. Bir nəfər dinlənməyəcək ki, insafınız olsun, adamlığınız olsun, Allahınız olsun. Hardadır bu? Hansı hədisdədir? Muaviyyənin hədisində. Ay balam, düşmənə yaxşı deyər. Muaviyyə İmam Həsən əleyhissalam tərifləyər. Pis deyər də. Bunu düşünmək üçün əllamə olmaq lazımdır. Bunu qanmaq üçün dahi olmaq lazımdır. Düşmənin əleyhinə təbliğat aparar da, lehinə yox ki. Muaviyyə də İmam Həsən əleyhissalamın düşməni deyələ deyəcək də. Və necə ləkələsin cəmaatın gözün qabağında? Desin İmam Həsən əleyhissalam 25 dəfə ayaq-yalın Məkkənin ziyarətinə gedib Mədinədən. Bunu desin. Desin ki, İmam Həsən əleyhissalam dəfələrlə bütün əmlakını Allahla 50-50-yə bölüb verib yoxsullara.
Bunu desin. Desin İmam Həsən əleyhissalam Peyğəmbər buyurub ki, əgər ağıl kişi olsaydı İmam Həsən kim olardı? Bunu desin. Muaviyə bunu deməz ki. Muaviyə deyər ki, o çox arvad boşayanı gözdən salmaq üçün. Ətrafına yığışanları ətrafından uzaqlaşdırmaq üçün. Hətta İmam Həsən əleyhissalam ki, məcbur oldu Muaviyə ilə sülh bağlasın. Həmin sülhü də başladılar belə izah eləməyə və indi tarixdə qalıb. İmam Həsən əleyhissalam hakimiyyətdən kənara ona görə çəkildi ki, bacarmadı. Sülhü də ona görə elədi ki, Muaviyyənin müəyyən qədər pullarını əldə eləsin. Onun məqsədi bu idi ki, Əhvazın, o İranın məmləkətlərinin vergilərin versinlər ona. Bu barədə sonra bəhs edəcək bu söz barəsində. Elə həmin bu kimi xəbərlərdə görsən mümkün qədər səy olunur ki, imamı elə qələmə verirlər, sanki imam özü özlüyündə belə qənaətə gəlmişmiş ki, məndən xəlifə olmaz. Elə Muaviyə yaxşı bacarar xilafəti. Ya ona görə verib. Siz görürsünüz, bugün Əhl-i-Sünnə qardaşlarımız Türkiyə kanallarından, başqa yerlərdən, kitablarından təbliğat aparırlar ki, bəs Peyğəmbər sallallahu buyurmuşdur ki, oğlum Həsən elə böyük məqam sahibidir. Özdə bunu qəşəng deyirlər, ha? Adamın ürəyi ağrıyır, adamın ağlamağa gəlir. Görsən, o Nihat Xatiboğludur, nə bilim kimlərdir, dindar şovmenlər, dini arenada şov göstərirlər. Elə bunu Cahcəlallı Abu Tablı deyirlər ki, Peyğəmbər buyurdu, oğlum Həsən çox böyük adamdır, onun əli ilə ümmətin barışacaq. Bu adam münafiq Muaviyyəni barışan ümmət hesab edir. Muaviyyə Peyğəmbər ümmətindən o zaman çıxdı ki, Əli ilə Səlamla döyüşdü. Onda artıq münafiq oldu. Subut, Peyğəmbər buyurub Əlini münafiq sevməz. Resulullah. Bunun da buynuzu quyruğu yox ki, və hərçi durub izah edəsən ki, yox, sevirdi, amma ictihad eləmişdi, döyüşürdü. Əgər bu analiz forması, bu təhlil forması ki, Muaviyyə Əlini sevirdi, sevə-sevə bu qərara gəlmişdi ki, bu Əli ki, mən onu çox sevirəm, sevməsəm imanım kamil olmaz, bu sevdiyim Əli, kafir də onu öldürmək vacibdir. Belə çıxır ki, Muaviyyə belə fikirləşirmiş, Əlini sevməyən imanı kamil olmaz, amma Əli kafirdir. Ya yox, Əlini sevməyən imanı kamil olmaz, amma Əlinin imanı zəifdir, düz başa düşmür, ağlı azdır, elmi azdır. Nə, bəs nə deyək Muaviyyənin bu işini bəraət qazandırmaq üçün? Deyir İmam Həsən əleyhissalam, sülh müqaviləsi bağladı, Allah onun əli ilə ümməti barışdırdı, böyük kişidir. Bu bilirsiniz nədir? Yəni, Bəni Ümeyyə ilə barışmayan, Bəni Abbasla barışmayan bütün əhl-i beyt getdi sual altına. İçərilərində bir dənə ağıllı İmam Həsən oldu. Başa düşüb ki, sülh lazımdır. İmam Hüseyin nə böyük cinayətkarıymış. Muaviyyənin oğluna qarşı çıxdı. Yox, yaxşı adam deyilmiş. İmam Həsən yaxşı adamıymış. Görürsünüz, kimlə kimi vururlar. Bu böhtandır. İmam Həsən əleyhissalam dəfələrlə açıq-aşkar demişdi, xilafət mənim haqqımdır, Muaviyyə zorla onu məndən aldı. Şeyx Tusi bu sözü yazır Əmali kitabında 2-ci cild 172-ci səhifədə. Bəhəcüs Səvağə 3-cü cild 448-ci səhifədə. Həyatul Heyvan 1-ci cild 58-ci səhifədə. Biharul Ənvar 44-cü cild 30-56-cı səhifələrdə. İbn-i Şəhr-Aşıbın Mənaqib kitabında 4-cü cild 34-cü səhifədə imamın bu sözü deyilib. Ki, mən məcbur oldum, İmam Həsən əleyhissalam buyurur, mən məcbur oldum ki, xilafəti verim Muaviyyəyə. Xüsusən Bəni Abbas tərəfindən, Bəni Abbasın dövründə, Abbasilərin dövründə İmam Həsən əleyhissalam övladları qiyam qaldırırdılar tez-tez Abbasilərin əleyhinə. İmam Həsən ağanın övladları Bəni Həsən qiyam qaldırırdı. Ona görə Abbasilər mümkün qədər belə xəbərləri yayırdılar ki, bəs İmam Həsən əleyhissalam xilafətə özünü layiq bilmirdi və ya İmam Həsən əleyhissalam mülayim adam idi. Atası Əli ilə də yola getirmirdi, qardaşı Hüseyin ilə də. Siz niyə dava edirsiniz ümmətlə? Niyə müharibə edirsiniz? Ayıb olsun sizdə.
hədis düzəltmişdilər və bu hədis yazılıb Zəxairül Uqba kitabında 139-cu səhifədə, Durər-ü Nəzm-i Səmtəyn 195-ci səhifədə. Hədis belədir ki, güya İmam Həsən əleyhissalam deyib ki, yalana baxın, mən hakimiyyətə görə Muaviyə ilə döyüşən deyiləm. Yəni, atan Əli, sən hakimiyyətə görə Muaviyə ilə döyüşmüsən, səhv eləmirsən. Qardaşım Hüseyin, sən hakimiyyətə görə Yezidə qarşı çıxacaqsan, səhv eləyəcəksən. Görün kimlə kimi vururlar. Bu isə təəssübkeş Muaviyyəçilərə çox böyük dəstaviz verir ki, görsən, bu birlər səhv edirlər. İmam Həsən düz eləyib. Və elə deyirlər indi. Demirlər, onlar səhv eləyib. Amma cəmaatın beyni var axı. Allah bizim beynimizdə, qardaşlar, baxın, bəzən deyirlər ki, mən deyirəm də, deyəndən sonra sən o eşitdiyin sözdən nə nəticə çıxarırsan da sənin günahındır, yox axı. Yox, belə olmur. Allah bizə beyni eşitmək üçün verməyib, qulağı eşitmək üçün verib. Beyin düşünmək üçündür. Sən ki deyirsən, Allah İmam Həsən əleyhissalamın Əli ilə bu ümməti barışdırdı. Bu deməkdir ki, Əlinin Əli ilə bu ümməti qırdırdı. Bu deməkdir ki, İmam Hüseynin Əli ilə bu ümməti qırdırdı. Sən bunun cavabını özün verə biləcəksən, verə bilməyəcəksən, özün bilərsən öz Allahınla. Mənə niyə təlqin edirsən? Bunun cavabını necə verəcəksən? Milyonların, milyardların bəlkə tamaşa elədiyi bir telekanalda çıxıb utanmaz deyirsən ki, Həsənin Əli ilə ümmət sülhə çatdı. Hansı sülhə çatdı? Hücr ibn Ədinin öldürülməsi sülhünə, Əmr ibn Həmiqin öldürülməsi sülhünə, bütün ümmət qırılsın, Əmr ibn Həmiq ölsün. Hansı daha əhəmiyyətlidir? Bütün ümmət fəda olsun Əmr ibn Həmiqin bir ibadətinə, Hücrün bir ibadətinə. Bunların qırılmasıdır barışmaq. İmam Həsən İslamın zəhərləndirilməsidir barışmaq, barış. Budur ümmətin birliyi. Lənət olsun belə birliyə. Başqa sahələrdə də işləyiblər. Bəziləri hədis düzəldiblər ki, güya Əli əleyhissalam, İmam Həsən əleyhissalam dünyaya gələndə İmam Həsənin adını qoydu hərb, yəni müharibə. Yəni ki, bu çox davadalaş eləyən adamdır ha, bu özü istəyişdə. Muaviyə hər vasitə ilə birinə belə deyirdi. Birinə elə deyirdi ki, bir təhər İmam Həsən əleyhissalamı neytrallaşdırsın. Çünki görmüşdü də İmam Həsən əleyhissalamın Siffeyndəki cəsarətini görmüşdü. O cəmaat ona görə nə qədər əleyhissalamı kömək edilər, onu görmüşdü. Qorxurdu, ona görə istəyirdi ki, mümkün qədər bunun satqın sərkərdələrini alsın. Hətta əmisi oğlu İmam Həsən əleyhissalamı xəyanət elədi. Oxuyacaq inşallah sonra onu. Həriyə bir söz deyir. Təəssüf ki, bizim əhl-i sünnə qardaşlarımızdan olan alimlərimiz çox kəm lütfli eləyiblər. Muaviyyənin hər sözünü Quran ayəsi kimi götürüb yazıblar möhtəbər kitablarında. Bəzi nəqillərdə gəlir ki, İmam Həsən əleyhissalam deyib, bütün ərəblərin qüdrəti mənim əlimdədir. Döyüşsəm də, sülh eləsəm də cəmaat məndən olacaq. 100.000 ya 40.000 nəfər mənə beyət, İmam Həsənə beyət elədilər. Bunlar hədislərdə qondarılmalar. Hətta atası Əlidən də çox onu çox istəyirdilər. Məlumdur ki, bu hədisləri eşidən, qəbul edən şəxs avtomatik bunu fikirləşəcək. İmam elə qüdrətə malik idi ki, bütün Ərəbistan əlində idi. Cəmaat onu Əlidən çox istəyirdi. İstəsəydi Muaviyyəni məhv eləyərdi. İstəmədi Muaviyyəni məhv eləməyə, çünki belə məsləhət idi. Özü sülh elədi. Bunu cəmaata yeritmək istəyirlər. Bu qrup tarixçilər tarixi rəvayətlərində sübut eləməyə çalışırlar ki, İmam Həsən əleyhissalamdan İmam Hüseyn əleyhissalam bir-biri ilə müxalifətdə olub. Bu onun fikrini qəbul eləməyib, o bunun fikrini qəbul eləməyib. İmam Hüseyn əleyhissalam döyüşüb axı sonra. İmam Həsən əleyhissalam döyüşməyib. Güya İmam Hüseyn əleyhissalam qardaşının ölümünü gözləyirmiş. Ələ salıblar cəmaatı. Biz tarix oxumuruq. Biz görmürük ki, İmam Həsən əleyhissalamdan 10 il sonraya qədər İmam Hüseyn əleyhissalam dillənməyib. Peyğəmbərdən hədis nəql edirlər. Ki, Peyğəmbər salavatullah buyurub, bunu da Zəxairül Uqba kitabı yazıb 132-ci səhifədə.
Həsən məndəndir, Hüseyn Əlidən. Yəni Əli ilə Hüseyn qanqan deyirlər. Həsən mənim peyğəmbər kimidir. Ümməti çox istəyir, barış istəyir və s. Halbuki Peyğəmbər sallallahu açıq-aşkar rəvayəti var, belə mütəvatir rəvayətlərdəndir ki, Hüseynun minni və ənə min Hüseyn. Hüseyn məndəndir, mən də Hüseyndənəm. Bunu bilməyən yoxdur ki. Belə rəvayətləri qondarmağın səbəbi bu idi ki, onlar istəyirdilər Əli əleyhissalamla oğlu İmam Hüseyn əleyhissalamı elə göstərsinlər ki, bunlar qan tökən, qırğın istəyən, bunların işi gücü qandır. Amma İmam Hüseyn əleyhissalam necə belə mehriban, hətta Muaviyə də gəlsin, buyur xilafəti sən götür, sən xəlifə ol, sən məndən yaxşısan. Yazırlar ki, həmin o hədis zavodunun fəhlələri, yazırlar ki, İmam Hüseyn əleyhissalam qardaşı İmam Həsənə dedi, kaş mənim qəlbim səndə olaydı, sənin dilin məndə. Yəni, mənim qəlbim necə yumuşaqdır, mehribandır. Sən Hüseyndə olaydı, sənin dilin necə kəsərlidir, o məndə olaydı. Yəni, belə də balans yaranardı, onda ümmət əziyyət çəkməzdi səndən. Kəşf-ül Ümmə kitabındadır bu, İbn Əsakirin də kitabında var. Əbu Bəkrin dilindən nəql eləyirlər. Deyirlər ki, Həsən ibn Əliyə baxdı, dedi ki, bi-əbi şəbihun bin nəbi, leysə şəbihən bi-əli. Atam qurban bu oğula ki, Peyğəmbərə oxşuyur, Əliyə oxşamır. Bəli, Mənaqib ibn Şəhraşıbdadır bu. Və bu kimi Muaviyə sifət hədisləri götürüb, indi yazıblar mötəbər kitablarında fəzilət kimi, İmam Həsənin fəzilətləri babında yazırlar bunu. Fəzilətlərindən biri budur ki, Əbu Bəkir deyir ki, atan qurban Həsənə ki, Peyğəmbərə oxşuyur, Əliyə oxşamır. Bədbəxt. Bununla sən bilirsən Əbu Bəkirin nəqinə qoyursan, bu kişinin nə qədər Əliyə nifrəti var imiş. Nə olar İmam Həsən Əliyə oxşayanda? Sol deyirlər, söylür. Kərbulanın əlləri ona salavat zikridir. Allahümmə salli ala Muhammed və ali Muhammed və əkil fərəcəm. İmam əleyhissalama atılan böhtanlardan biri də budur ki, güya İmam Həsən əleyhissalam atasına qarşı olub Osmanın öldürülməsi məsələsində və Osmanın tərəfindəymiş. Bu böhtan tamamilə ağ böhtandır. Çünki İmam əleyhissalam bilirik ki, Əli əleyhissalam İmam Həsən və İmam Hüseynlə birgə digər Bəni Haşim əvladlarından Osmanı neçə gün müdafiə edib, Osmanın evin qabağında. Məqsədi bunu eləməkdə dəlili də bu deyildi ki, Əli əleyhissalam Osmanı haqq hesab eləyirdi, yox. Əli əleyhissalam özü onu tövbəyə vadar elədi, çıx tövbə ilə günah eləmirsən. Məqsəd bu idi ki, Həzrət buyururdu, hər şey məhkəmə ilə həll olsun, qanunla həll olsun, xəlifə öldürmək də düşməsin. Bunları da niyə əsaslandıra bilirlər? İmam sülh eləyib, bax İmam Həsən əleyhissalam. Madam ki, bu sülh eləyib Muaviyə ilə, amma Əli Muaviyəyə qarşı döyüşüb. Diqqət edin. Əli əleyhissalam Muaviyə əleyhissalama qarşı döyüşürdü. Hansı bəhanə ilə? Osmanın qisasını istəyirdi. Düzdür? İmam Həsən Muaviyəyə qarşı döyüşmədi. Deməli, İmam Həsənin fikricə Muaviyə düz deyilmiş. Əli səhv eləyirmiş. Görün, hardan gətirib, hara vururlar məsələ. Bunlar ağ yalanlardır. Güya İmam Həsən əleyhissalam bunu nəql edir Ənsab-ül Əşraf kitabı. Yazır ki, İmam Həsən əleyhissalam atası Əli əleyhissalama etiraz elədi. Özü də bunu düz hesab eləyir. Ki, sən Osmanın qətlində iştirak eləmişsən. Ənsab-ül Əşraf kitabı yazır ki, İmam Həsən. Yazır, Həsən Əliyə dedi ki, sən Osmanın qətlində iştirak eləmişsən. Amma yeni bir gülünc ələ salma. Baxırıq, tarixi görürük bunu, düzdür ki, Həsən deyib Əli əleyhissalama. Amma İmam Həsən yox, Həsən-i Bəsri deyib buna Əli əleyhissalam.
Keçən bəhslərdə işarə elədik ki, Bəni Ümeyyə əleyhissalamı Osmanın qətlində şərik bilirdi. Məlum idi, məqsəd nə idi? Muaviyə qoşunu saxladı Mədinənin kənarında ki, girməyin Mədiniyə, Osmana kömək eləməyin. Qocalıb bir sabahlıqdır. Güya sağ qalsa, xəlifə qalsa bizə nə xeyri var? Qoy öldürsünlər. Onun qanlı köynəyindən mən bir oyun çıxardım ki, 70 bin adam qırım onun qanlı köynəyindən. Elə də elədi. İmamı başqa heç kəs ittiham eləmirdi İmam Əleyhisselam bu işdə. Necə ola bilər ki, iki qrup Əli Əleyhisselamı Osmanın qətlində şərik bilsin? Bir, Muaviyə məlun, iki, İmam Həsən. Bu necə mümkündür? Və İmam Həsən İslam Siffində niyə döyüşürdü Muaviyyənin əleyhinə? Daha maraqlısı budur ki, bəzi tarixçilər deyirlər ki, İmam öz övladını, İmam Həsən əleyhissalamı Osmanı qorumaq üçün göndərdi. İmam Həsən əleyhissalam öz övladını Osmanı qorumaq üçün göndərib. Hətta bu məsələ doğru da olsa, niyə görə deyir doğru da olsa? Çünki bəzi alimlər var, araşdırırlar tarixi. Görürlər, biraz düz çıxmır bu hadisədə. Hətta bizim məşhur bildiyimiz hadisədə düz çıxmır. Seyyid Cəfər Murtaza Amili var, böyük ustadlardandır. Deyir ki, bu düz gəlmir. Bu da yalnız Osmanı öldürməyin qarşısını almaq üçündür. İmam Həsən əleyhissalam özü o adamlardan ki, Cəməl döyüşündə, yəni Osmanın qanını almağa gələnlərlə döyüşdə çox mühüm rol oynamışdı. Ən böyük qəhrəmanlıq göstərilənlərdən biri İmam Həsən əleyhissalam idi. O, imamın Kufə Cəməl döyüşündəki İmam Həsəni əleyhissalam göndərdi Kufəyə, get cəmatı qaldır, onu da Mədinədə idi. Get cəmatı qaldır Cəməl əshabının əleyhinə. İmam Həsən əleyhissalam həmin İmam Həsən gəldi Kufə cəmatını qaldırdı, gəldi söhbət elədi Kufə məscidində. 10.000 nəfəri Osmanın qisasını almaq istəyənlərin əleyhinə təhrik elədi. Bunu dedik Əl-Əql Fərid kitabından, Vəqat-ı Siffeyn kitabından. İmam Həsən əleyhissalam Əbu Zərlə Osmanın münaqişəsində Əbu Zəri müdafiə eləmişdi. Əbu Zəri sürgün elədilər. Və dedilər ki, heç kəs Əbu Zəri yola salmasın. Həmin İmam Həsən əleyhissalam, Əli əleyhissalamla birgə gəldi Əbu Zəri yola saldı və başladı Əbu Zərə səbr tövsiyə eləməyə ki, Allahın Rəsulu ilə görüşəndə görəcəksən ki, Allahın Rəsulu səndən razıdır və s. və ilə axır. Siffeyn döyüşündə Ömərin oğlu Ubeydullah Ömərin oğlu Ubeydullahın bir qəribə macərası var. Onu danışım sizə. Ömərin oğlu Ubeydullahın qəlbində bir travma var idi. Hadisə nədən ibarətdir? Burada yazmayıb, ümumi işarə edib. Amma qoy, mən deyim ki, biləsiz. Ömər tarixdə yazılır ki, bir dəyirman düzəltdirmək istəyirdi. İndi nə dəyirmandı, yadımda deyil. Bir İranlı usta var idi, Əbu-Lu'lu adında. Ki, Vahabilərin yaman nifrəti var ona. Ateşpərəst deyirlər, məcus deyirlər ona. Burada, yəni, madam Öməri vurub, nə ad versin, keçər. İbn-i Mülcəm deyir ki, Əleyhisselam vursun və haqqında ayə nazil eləsinlər ki, bəzi şəxslər, yəni İbn-i Mülcəm canın Allah'a yolunda qurban verir, əlini öldürməklə. Ömər buna dəyirman düzəltdirdi, söz verdiyi pulu vermədi zəhmət haqqını. Dedi, axı, niyə mənim haqqımı vermirsən? Dedi, sən ərəbsən, sən pulu vereyim, hamısını vereyim. Bu da çəkirdi Ömərin əlindən. Nəhayət bir dəfə yazırlar, qısa deyirəm də, bunun analizi zadı da var bu hadisənin, təhlili də var. Bir dənə xəncər düzəltdirdi, iki tərəfi də kəsən xəncər, ortada dəstək. Gəldi məsciddə, namaz vaxtında Öməri 3 dənə yerdən bıçaqladı. O yara ilə Ömər dünyadan köçdü. Ömərin oğlu Ubeydullah ibn Ömər dedi, Əbu-Lu'lunu tapdım, onu öldürəcəm. Tapmadım, axırı bir ranını öldürəcəm. Hurmuzan adlı bir nəfəri öldürdü. Əbu-Lu'lunun arvad uşağını da öldürdü ki, bunların hamısını Əbu-Lu'lunun əvəzində qisas edir.
Yazırlar, Cəməl döyüşündə Əli əleyhissalam ona bir dənə zərbə vurdu. Demişdi, Həzrət demişdi. Demişdi ki, sən mənim qarşıma çıxsan, sənə bir dənə zərbə vuracam. Əli əleyhissalam ona bir dənə zərbə vurdu, qılınc atın belinə qədər gəldi. Bəli. Elə həmin döyüşdə, Siffin döyüşündə, mən dedim, Cəməl dedim, Siffin döyüşündə, həmin Ubeydullah ibn Ömər çalışırdı ki, qaçmışdı da Muaviyyənin yanına, çalışırdı ki, İmam Həsən İslam'a, atası Əli İslam'a qarşı qaldırsın. Adətən böyük adamların balalarından belə sui-istifadə olunur. Böyük adamların balalarından. Sən özün də elə böyüksən, sən də hörmət sahibsən. Osmanlı padişahlarında nə qədər belə şey olub, Nadir Şahda nə qədər belə şey, öz balalarını öldürüblər ki, bir də mənim yerimə keçər. Bu da belə istəyirdi. Nə qədər əlləşdi, İmam Həsən İslam qəti şəkildə rədd elədi, onun fikrini də bilmirlər də bu imamdır. Bu da axı o qədər düşüncə olsa, adamda bu qədər düşüncə olsa da Muaviyyə olmaz ki. Rədd elədi, Muaviyyəyə xəbər verdilər ki, vəziyyət belədir. Muaviyyə başını yellət, dedi ki, yox, bu da elə atasının balasıdır. İmam Həsən əleyhissalam Siffin döyüşündə mümkün qədər cəmaatı qızışdırırdı xütbə oxumaqla, söz deməklə Muaviyyənin əleyhinə. Bunları deyirdi ki, yəni bunlar ki deyirlər İmam Həsən əleyhissalam öz xoşu ilə sülh eləyib, bunlar hamısı əsassız sözlərdir. Mən da demirəm, amma mənbələri, kifayət qədər mənbə var, yormaq istəmədiyim üçün demirəm. O, öz xütbələrinin birində buyururdu. فاحتشدوا في قتال عدوكم معاوية وجنوده فإنه قد حضر ولا تخاذلوا فإن الخذلان يقطع نيات القلوب. Öz düşməniniz Muaviyə ilə, düşməniniz Muaviyə qoşunu ilə birləşin. Onun əleyhinə. Süst olmayın. Çünki süstlük qəlbin sinirlərini qırır. Qəzəb aradan gedir. Təəssübkeşlik aradan gedir. İmam İlk dəfə xəlifə olduğu vaxtlarda Muaviyyəyə bir məktub yazdı. Əhl-i beyti onun məzlumiyyətini, haqqaniyyətini orada qeyd elədi. Dedi ki, Allah Rəsulunun vəfatından sonra əhl-i beytini məzlum eləmişsiniz. Bütün bunlar dəlildir ki, imam hər sahədə əhl-i beytin tərkib hissəsi idi. İmam Həsən əleyhissalam atası ilə, qardaşı İmam Həsən əleyhissalamla eyni əqidədə idi. Bir tarixdə deyilir, bir dəfə Əbu Bəkir minbərdə idi. İmam Həsən Mustafa əleyhissalam ona dedi, İnzil ən minbəri əbi, düş atamın minbərindən. Düş atamın minbərindən, yəni Əlinin minbərindən. Əli əleyhissalam buyurdu, İnnə hadalə şeyun ən qeyri mələyin minna. Bu günlük bəst elə bilirəm, inşallah gələn bəhsimizdə İmam Həsən əleyhissalamın imaməti və onun məzlumiyyətinin kulminasiya nöqtəsi olan sülh hadisələrindən danışacaq inşallah. Bir şeyi yadımızda saxlayaq. Bəzi hədislər var, müəyyən mövzu ilə əlaqədardır. 5 günlükdür. Haçan o baş verdi, onda olur. Bəzi hədislər var, tarixin əbədi yaddaşına yazılır. Bu ki, Peyğəmbər salavatullah buyurub, Həsən və Hüseyin əleyhissalam qiyam da etsələr imamdılar, qiyam etməsələr də imamdılar. Bu bizim üçün kifayətdir İmam Həsən əleyhissalamın tanınmasında. Artıq kim gəlib nə deyəcək, necə deyəcək, bunun dəxli yoxdur. Yadınızda saxlayın, heç vaxt düşmən adama gəlib demir, mən düşmənəm. Deyir, mən sənin dostunam. Deyir, mən sənin dostunam. Dost olaraq daxil olur insanların arasına, bir də görürsən zəhərlədir. Məsələn, bəzi İran alimləri var, ziyalıları var, onların kitabları tərcümə olunur burada. Gəlib soruşurlar ki, bu tamam dinlə yazıb, niyə bundan xoşuz gəlmir alimlərin, ruhanilərin? Əvvəla, onun bütün kitabları tərcümə olunmayıb, bu bir.
Bütün fikirləri bəlli deyil bu iki. Üçüncüsü, mənim heç bir dəlillim olmasa belə, mənim fikrimcə, İslamı tanımaq üçün İmam Xümeyninin fikri hansısa qeyri-müəyyən alimin fikrindən qat-qat üstündür. Əgər İmam Xümeyni bir şəxsinin fikirlərini zəhərli hesab edirsə, bu kifayətdir. Asla. Bu gündə mümkündür siz elə bilməyin ki, bizim kimi hamı imamət barəsində əqidəsini təmizləyib. Yox, günlərin bir günü bir küncdən biri çıxacaq, başlayacaq ki, bəli, İmam Həsən əleyhissalam sülh eləyib, deməli, bunlarla dost imiş və s. və ilə axır. Bunlara cavablarımızı hazırlayın beynimizdə. Bir ara mənim üçün bir əsər gətirdilər. Sayıbır ağa mən dedi ki, buna bax, gör, məsləhətdir bu teatr olsun ya yox. Azərbaycanın məşhur teatr qruplarından biri, adını çəkmirəm daha, yəni dövlət səviyyəli teatr qruplarından biri idi. Məhərrəmlik aylarındaydı. İmam Həsənlə İmam Hüseyn əleyhissalam haqqında teatr düzəltmişdilər. Verdilər ki, mənə gəldim, baxdım, gördüm, bütün əhl-i-sünnə rəvayətlərindən düzəldiblər onu. İmam Hüseyn ilə İmam Hüseyn qırır bir-birini. O deyir döyüşmək lazımdır, bu deyir döyüşmək lazımdır. O deyir döyüşmək lazımdır, bu deyir. Əməlli baş zəhmət çəkib səhnələşdiriblər. Onun pulun kim verib? Nə tez səhnələşdir bu? Batil belə tez səhnələşir də. Odur ki, ehtiyatda olmaq lazımdır. İmam Həsən əleyhissalam haqqında bir şey bizim üçün hər şeyi açıqlayır, bir söz. Şəhid Mütəhhərin gözəl bir sözü var. Deyir, bizim üçün bir imamın həyatından danışırlar, Əli əleyhissalam kimi deyirlər ki, Əli əleyhissalam Bədirdə döyüşür, Uhudda döyüşür, Xeybərdə döyüşür, Hüneyndə döyüşür, Xəndərdə döyüşür, Siffeyndə döyüşür. Qırır da kişi. Bu kişinin gecə gündüzü müharibələrdə at belindədir. Nə qıvraq, nə sağlam adamdır. Sonra danışdılar İmam Zeynəl Abidin əleyhissalamdan. Xəstədir. Kərbalada qızdırma içində yanır. Hətta, baxın da, bizim qədim molların hamısı bizdə də belə vermişlər, biz də belə deyirdik. Allah rəhmət eləsin mütəhhəri kimlərə ki, bizim zeynimizi açdı. İlahi sənə and verirəm o bimar ağaya, yəni xəstə ağaya. Estağfurullah. 2-3-4 saat qızdırma içində olur, 3-4 gün. Bir ömür ona, niyə xəstə deyilsən? Şəhid Mütəhhəri rəhməti yaxşıdır deyir. Deyir, o həmin adamı ki, İmam Zeynəl Abidin əleyhissalama bimar imam deyir. Ona deyirsən ki, xəstə sənə atondur, nə deyər adam? Acıq gələr də. Həbəs imama xəstə deyirsən, acığın gəlmir. Şəhid Mütəhhəri yazır bunu. Sonra bir söz deyir. Deyir, imamlar bölünüblər 12 vəziyyət üçün. Ona görə 12-dirlər. Əgər həmən Əli əleyhissalam Kərbəlada olsaydı, İmam Zeynəl Abidin əleyhissalam yerində olsaydı, qızdırma içində yanacaqdı. O qəhrəman Əli, Zülfüqarın da belində qızdırma içində yanacaqdı. Boynuna zəndir vuracaqdılar. Həzrət Zeynəb onu qucağında qaldıracaqdı, çıxaracaqdı, yanacaqdı. Elə də olacaqdı. Həmən İmam Zeynəl Abidin əleyhissalam Xəndəkdə olsaydı, Əmr ibn Əbdüvudda elə vurub öldürəcəkdi. Asla. Həmən İmam Həsən əleyhissalam şəhadətindən 10 il sonra İmam Hüseynin dövründə olsaydı, Kərbalada bugün İmam Hüseyin əleyhissalamın adı gələcəkdi. Həmin İmam Hüseyin əleyhissalam satqın tərəfdarlarını görsəydi, sülh eləyəcəkdi. Bu hadisəni ən gözəl açıqlayan amillərdən biri də İmam Hüseyin əleyhissalamın səhabələri barəsində dediyi sözdür. Buyurdu, mən öz səhabələrimdən vəfalısını görməmişim. Bu nə deməkdir? Yəni, qardaşım Həsənin də belə səhabələri olsaydı, o da sülh eləməzdi, o da qiyam eləyərdi. Mənası budur. Allah bizi mərifət müsibətindən, din müsibətindən uzaq eləsin inşallah. Allah Teala bizi o imamların şəfaətindən məhrum eləməsin inşallah. Allah aqibətimizi xətmi bixeyr eləsin inşallah. İmam Zaman ağanın zuhuru üçün, məhbusların azadlığı üçün səlavat zikr. Allahümmə salli ala Muhammed və ali Muhammed.